Təsəvvür edin, İngiltərə Premyer Liqasında sadəcə bir mövsümdə xərclənən pullarla, yəni havaya sovrulan pullarla kiçik bir ölkənin büdcəsini qarşılamaq olar. The Daily Mail nəşrinin 2025-2026-cı il mövsümünün ən pis transferləri siyahısına baxanda milyonların necə mənasızlaşdığını açıq-aşkar görürük. Bugünkü dərin təhlilimizin əsas məqsədi, belə deyək, bu bahalı fiyaskoların arxasındakı əsli səbəbləri tapmaqdır. Gəlin dərhal ən çox səs-küy yaradan məsələyə keçək. Aha, doğrudan da çox maraqlı siyahıdır əslində. Elədir. Siyahıda 4-cü yerdə Alexander Isak'ın Newcastle-dan Liverpoola 125 milyon funt sterlingi keçidi var. Yəni bu, qarajdan çıxar-çıxmaz mühərriki partlayan superlüks idman avtomobili almağa bənzəyir. Niyə özünü sübut etmiş oyunçu belə iflasa uğrayır? Qiymət etiketinin yaratdığı psixoloji təzyiq doğrudanmı elit bir futbolçunu bu qədər tez sındıra bilər? Bilirsiniz, halı təzyiqdən danışır. Amma əsas məsələ heç də psixologiya deyil. Mühərrik partlamayıb əslində. Sən sadəcə tutalım Formula 1 avtomobilini alıb onu palçıqlı, yəni daşlı bir kənd yolunda sürməyə çalışırsan. Bu sırf taktiki intihardır. Yəni sistemə qəti uyğun deyil? Tamamilə. Liverpoolun oyun sistemi rəqibin qapandığı, yəni aşağı blokla oynadığı vəziyyətlərə əsaslanır. Isak isə Newcastle-da geniş boşluqlara, sürətli əks hücumlara öyrəşmişdi. Burada valeh edici olan odur ki, yəni böyük pul oyunçunun profilini dəyişmir, o sadəcə onun ünvanını dəyişir. Düzdür, deməli əsas məsələ səhv mühitə düşməkdir. Görünür siyahının bir nömrəsi olan Johan Wissa da 55 milyona Brentforddan Newcastle-a keçəndə eyni aqibəti yaşayıb. Amma mənim anlaya bilmədiyim başqa bir məqam var. Taktiki səhv fərdi olaraq bir oyunçuda ola bilər. Bəs bütöv bir klub necə kollektiv şəkildə eyni quyuya düşür? Bax, əsl maraqlı məqam da elə budur. Burada artıq sistemli idarə etmə səhvləri dövrəyə girir. Çünki Chelsea'yə baxıram, Alejandro Garnacho, Jamie Gittins və Liam Bellop. Siyahıda 3 hücuma meyilli gənc istedad var və toplam 118 milyon funt xərc çəkilib. Tottenham'da həmçinin Gallagher və Simonsa milyonlar tökdü. Yəni bu klublar ən bahalı ingrediyentləri alıb yeməyin reseptini unudurlar. Niyə səs-küylü adlar komandanın real ehtiyaclarından üstün tutulur? İnanın ki, reseptini unutmurlar. Onlar ümumiyyətlə o mətbəxə sığmırlar. Yəni gənc və populyar ulduzları sadəcə kütləvi şəkildə bir yerə toplamağın avtomatik olaraq işlək bir maşın yaradacağını düşünmək çox sadəlövdür. Sən belə deyək, eyni mövqedə, eyni cinahda oynamağı sevən 3 gənc istedadı komandaya gətirəndə, onlar artıq rəqiblə oynamır. Yəqin ki, bir-birləri ilə rəqabətə girirlər. İmmə otağında tamamilə toksik bir mühit yaradır. Mayaş balansını pozur, oyunçuların fərdi inkişafını dondurur. Meydanda cəmi 11 yer var axı. Dəqiq bir plan olmadıqda, o xərclənən milyonlar komandanın daxili nizamını məhv edən bir bombaya çevrilir. Yaxşı, 100 milyonluq fiyaskaları və bu gənc ulduzları kütləvi şəkildə yığmağın fəsadlarını anladıq. Bəs nisbətən büdcəyə uyğun addımlar necə? Məsələn, siyahıdakı digər pillələrə baxıram. Harvey Elliott'ın Aston Villa'ya icarəsi, John Arias'ın cəmi 15 milyona Wolverhampton'a keçidi, hətta James McCarthy'nin 30 milyonluq Nottingham Forest transferi. Aha. Ucuz görünən səhvlər. Elədir. Yəni, bunlar o qədər də böyük risk deyil axı. Ən pis halda ehtiyat oyuncular skamyasında oturacaqlar, klub da maliyyə cəhətdən çox böyük ziyan görməyəcək deyə düşünür insan. Bax, bu çox təhlükəli yanaşmadır. Futbolda zərərsiz səhv və ya, yəni, ucuz fiyasko deyilən bir şey qətiyyən yoxdur. Sənin qəpik quruş saydığın o büdcəyə uyğun və ya icarə əsasında olan transferlər bəzən komandaya ən böyük zərbəni vurur. Necə yəni? Axı xərclənən məbləğ nisbətən azdır. Çünki burada itirilən təkcə pul deyil. Eyni zamanda fürsət xərcidir. Yəni iqtisadiyyatda deyildiyi kimi fürsət xərci. Meydandakı o mövqeyini uğursuz və ya motivasiyasız bir oyuncu zəbt edəndə akademiyadan gələn real bir gənc istedadın önü kəsilir. Aha, aydındır. Deməli, öz gənclərinin inkişafının qarşısını alırlar. Düzdür. Və icarəyə götürülən oyunçu o sistemə uyğunlaşmayanda, onun yaratdığı ruh düşkünlüyü, o mənfi enerji bütün məşq prosesinə sirayət edir. Dinamikaya zərbə vurur. Yəni bir növ ucuz ətin şorbası bəzən bütün qazanı xarab edir. Çox yaxşı analogiyadır. Bəs bütün bunlar bizə nə demək istəyir? Yəni, istər yaşıl meydanlarda, istər şirkət idarəçiliyində, istərsə də öz şəxsi karyeramızda əgər arxasında dəqiq hesablanmış bir strategiya yoxdursa,
Problemə sadəcə pul atmaq o problemi həll etmir. 100% elədir. Çünki pul sadəcə bir alətdir. Aləti hara və necə istifadə edəcəyini bilməyəndə, o sənin ancaq öz əlini kəsir. Strategiya həmişə resurslardan öndə gəlməlidir. Çox doğru. Gəlin yekunda belə bir sual ətrafında düşünək. Biz 2026-cı ildə yaşayırıq, yəni nəhəng klubların əlində güclü süni intellekt alətləri, o qədər təriflənən big data analizləri və superkompüterlər var. Oyunçunun hər bir pası, hər bir qaçışı, hər bir toxunuşu saniyə bə saniyə hesablanır. Bəli, hər şey inanılmaz dərəcədə rəqəmsallaşıb. Elədir. Amma bu nəhəng klublar yenə də bu cür bəsit, yəni fundamental uyğunsuzluq səhvləri etməyə davam edirlər. Bəlkə də insanın daxili kimyası və soyunub geyinmə otağındakı o qırılmaz psixoloji bağ, rəqəmlərin və alqoritmlərin heç vaxt hesablayıb ölçə bilməyəcəyi yeganə faktorudur. Süni intellekt hər şeyi bilir, amma insanı hiss etmir. Özünüz bu barədə düşünün.